Mida Yasamalda satılan 3 otaqlı mənzilə 7000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətinin arxasında, təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın sonuncu mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi qupcu olan, yel çəkən bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mən bu mənzili təxminən bir neçə gün bundan öncə paylaşım etmişdim. Onda 205 min manata deyilirdi. Hal-hazırda 7 min manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, dəyərli izləyicilərimin xəbəri olsun. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacaqları da Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və ya icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olmuş binanın 9-cu mərtəbəsində ümumi sahəsi 75 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi qupcu olan bir mənzildir. İsitmə sistemi kombidir, təcili olaraq satışa çıxarılıbdır. Əlbəttə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidə keçən 7, B9 və 10 nömrəli avtobus xətlərinin sonuncu dayanacağında və demək binanın qarşısında əlavə olaraq həmin avtobus xətlərinin dayanacağı da mövcuddur. Hal-hazırda bu mənzilin qiyməti 198 min manata deyilir. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən yenidən endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.